Əziz Plaza sevənlər, sizi çox narahat edirəm bu günlərdə. Amma görə üzrü sayasız. Mən sizə həqiqətən ən keyfiyyətli məhsullarını göstərirəm. Onların ən keyfiyyətli stendləri ilə, ən yaxşı fabriklərini tanış edirəm. Mən burada sizi niyyətim yormaq deyil. Niyyətim həqiqətən Çin məhsullarının artıq keyfiyyət dövrü başlayır. Yəni artıq Çin məhsulları həqiqətən keyfiyyətli məhsullardır. Yəni 10 il bundan qabaq Çin məhsulunun keyfiyyəti deyəndə insanlar tərəddüd edirdilər. Amma indi həqiqətən Çin artıq öz məhsullarının o qədər keyfiyyətli olduğunu sübut edir ki, artıq insanlar məhsulu arxasına baxanda Çin yazıları görəndə təəccüb eləmirlər. Çünki nəyə görə? Artıq Çin öz yerli məhsullarını, yəni hansısa bir dublikat məhsullarla yox, yerli məhsullarla öz keyfiyyətini sübut eləyib deyən artıq insanlar Çin məhsulunu rahat şəkildə ala bilirlər. Rahat şəkildə. Yəni bu Çin məhsulunun keyfiyyətinin artıq sübut etdiyi dönəmdir. 5 il bundan qabaq əgər sizə Çin məhsulunu göstərəndə siz çox bir mənalı şəkildə Çin məhsulu istəmirəm deyəndə normal bir şey olurdu. Amma indi artıq bütün keyfiyyətli məhsullar Çinin öz məhsullarıdır. Yəni söhbət burada saxta məhsuldan getmir. Yəni fabriçni. Baxın, yaxınlaşdırıram. Sertifikatlarını görürsünüz. Bu şirkət birincisi dublikat eləmir. İkincisi öz brendinə hörmət edir. Bu şirkətlərdən alınan məhsullar həqiqətən çox keyfiyyətli olur. Biz də artıq bizim Kladio şirkəti də artıq məhsulları bir mənalı şəkildə insanlar sevib, bəyənib deyən biz artıq Çinin prostoy malını gətirə bilmərik. Biz mütləq dərya qulluq, yuzu vasitələr, yəni gel duşdur, şampundur, digər misal üçün klinsenlərdir, makyaj silənlərdir. Artıq bunların biz gətirsək belə, yəni bax burada qiymət qoyub 29.9, 30 yuan. 30 yuan bu yerindədir. Yəni, bunun hələ bir gömrük xərcləri də var və digər xərclər də var. Bu artıq bizim məhsulun keyfiyyətli olduğunu üstündəki qiymətdən bəllidir. Diş pastalarını təqdim edirlər. Diş pastası Çindən gətirmək absurddur. Artıq yetərincə Azərbaycan bazarına götürülür. Diş pastası gətirmək Çindən düzgün fikir deyil. Fiyatları çox güzeldir. Bunların keyfiyyətli olmağı göz qabarmır. Qablaşdırma. Burada da bir belə deyək də Çinin öz yerli əhalisinin istifadəsi üçündür. Çox gözəl qablaşmaları var. Burada da bunlar tərkiblərini qoyurlar. Bunlar bizə yaranır. Çünki bizim Azərbaycan bazarında diş pastasını gətirmək çox da mümkündür. Diş şapkaları satışımızda da var. Bakın. Step bu boyutu güzellerin var. Bu artık şirketin gücünden ileri gelir. Yani şirketin çok büyük bir şirket olduğu artık göz qabağına. Bunun stentinden bilinir ki bu şirket çok keyfiyyətli məhsullar istismar edir. Eğer stente yaxınlaşanda artık belli olur ki bu şirket ne kadar keyfiyyətli məhsul istismar edə bilər. Yani onun qablaşmasından, onun stentinden artık biz bunu görürük. Biz neçə ildir, 20 ildən artıq da biz Çinlə əməkdaşlıq edirik. Biz onların stentindən, onların məhsullarının qablaşmasından artıq biz onların keyfiyyətli olmalarından artıq bilə bilirik. Çünki kiçik fabriklər, kiçik zavodlar bu görünüşü, bu əzəməti əldə edə bilmirlər. Çünki bunların vergi pulları, bunların xərcləri çox böyük olduğuna görə ancaq böyük şirkətlər bunu edə bilir. Baxın, yaxşı. Yuzu vasitələrdən gel duş, şampun, bunlardan inşallah əməkdaşlıq yəqin ki edəcək. Çünki Çin artıq
bu sahədə çox öyrənir. Həddindən az. Bunun qara şampunda da sözün gördük. Digər məhsullarda da artıq bunlar şampunların bütün məsələsində, effekt məsələsində, duş qəbul edəndə bir gözəl his yaşamağının artıq bunlar bəllidir. Sabunlardır. Yəqin bunlar baş sabunlar, duşa boyda istifadə edən, köpük üçün istifadə olunan belə bir maraqlı bir sistemdir. Bunlar yəqin natural sabunlardır. Bunların qablaşması natural sabunlardır. Bunlar bizim ölkədə yəqin ki satılmaz. Nəyə görə? Bunlar əl işləridir. Bunun qiymətləri yəqin ki çox baha olacaq. Bunu gətirib orada o bizim ölkədə bu qiymətlərlə təqdim edəndə müştəri artıq qiymətin baha olduğunu konsistenti baxın məsələn, həqiqətən məhsulun qablaşmasından da bəllidir ki, bütün üzərində Çin yazısı olan bütün məhsullar. Mən 10 il bundan qabaq Çin məhsulu deyəndə mənə bilirlər ki, Çin məhsulu deyə bir təxirdir. Yəni həqiqətən keyfiyyətli məhsul başqa bir şeydir. Hər bir yadda qalsın müştərilər, xahiş edirəm. Əgər üzərində Çin yazısı ilə görən məhsul görürsə, o məhsulu rahat ala bilər. Çünki birinci sort məhsulu Çinlilər özləri satırlar. İkinci sort, üçüncü sort, dördüncü sort. O da nədən irəli gəlir? Qiymətlə əlaqədar. Yəni, əgər birinci sort malın mayası, buradakı qiymət əgər 10 gəlsə, digər üçüncü, dördüncü sort malın qiyməti 3 yəni. Artıq bizim ölkəyə gətirilən məhsullarda insanlar sata bilsinlər deyə üçüncü, dördüncü sort qiymətli məhsul gətirirlər ki, yəni, digər şampunlarla, digər məhsullarla qiymət uyğunluğu olsun. Biz burada baxırıq, bunlar bizə buradan testerlər verirlər ki, biz 谢谢你给我样品我看看质量你喜欢的质量明天过来谢谢啊biz məhsulun keyfiyyətini yoxlayıb əgər bizə uyğun gəlsə duş gelinin köpüyü, qoxusu, şampunun yumuşaqlığı, kondisionerin saçın ipək kimi etməsinə əgər qane eləyərsə, inşallah bunların əməkdaşlar eləyər. Bunların stenti çox gözəldir, məhsulların görünüşü də çox gözəldir. Həqiqətən bu məhsulu çox bəyəndim. Düzdür, bu qramı biraz çox böyüdü, amma qramı böyük olmağına baxmayaraq ekonomdur. Məhsullar çox gözəldir. Şampun stenti. Bunlar da öz yerli xalqı üçün, yəni yerli insanları üçün istisna olunan məhsullarını yenə də üzərində görürsünüz. Dərhal Çin yazıları, Çin məhsulu olduğu dərhal bilinir. Çünki bunlar özləri üçün yerli istehsal üçün niha. Dərhal bilinir ki, bu Çin məhsulu. Bütün Çin xalqı üçün istifadə olunan məhsulların üzərində Çin yazıları. Onların yerli xalqı üçün olduğuna görə onlar üzərini oxuyub, yəni qeyd şampun nə olduğunu bilə bilsinlər.